Elçin, fərdiyə kişi-qadın münasibəti necə olmalıdır? Bax bunun kimi. Bizim toylarda da xalçaya vurulurdu, belə şəkil. Bu vaxtda videoda çəkmişdik. 80-in 20-yə. Yəni bizim digər insanlarla, istər dost olsun, istər tanış olsun, istər həyat yoldaşı olsun, hamı ilə münasibət bu nisbətdə olmalıdır. Yəni 20% neytral zona kimi qəbul eləyək. Biz həmin insana və yaxud da ki, həmin sahəyə 20% müdaxilə edə bilərik, özümüzdən 20% ayıra bilərik. Həmçinin özümüzün daxilinə də 20% içəri girməyə icazə verməliyik. İnsanların ən böyük problemi bir-birlərinin içində tam olaraq itməyidir. Düşünün ki, iki paraşütist göydən düşür və bunlar bir-birinə dolaşırlar. Ona görə də bu infosomatik və təbii məsafə və sərhədlər qorunmalıdır. Qız oğlana deyir ki, Antoni, sən mənim ürəyimi yaralamısan. O da onun əvəzində deyir ki, ay mənim əzizim, ay mənim söygülüm. Bir daha da sonra söygülüm deyir, qəşşilir ürəyə gedir o.